Analar çox diqqətli olsunlar övlad tərbiyəsində. Anaların bu məsələdə rolu çoxdur. Atalardan çoxdur. Uşağa deyir, oxu vəzifə sahibi ol, olmaz belə demək. Yaxud oxu müctəhid ol, olmaz belə demək. Oxu inşallah elmi dərəcən olsun, olmaz belə demək. Hədəf müəyyən edirsən, aşağı salırsan uşağın hədəf. Dinən ki, oxu Allah səni sevsin. Oxu, belə deyə də, bütün övliyaların məşuquna çevriləsən. Yerin göyün ağası olasan. Allah alimləri sevir. Bu hədəf üçün oxusun, yenə elmi dərəcədə olacaq da. Yəni də nəsə olacaq da onsuz da. Bu elmi dərəcəyə mane olur, xeyr. Əksinə, daha da o stressiz adı çıxardır, aram oxuyur adam. Çünki məşuqu üçün oxuyur. Sevdiyi üçün. Çünki Allah xoşlayır oxuyanları, dərs oxuyanı, elm oxuyanları. Elm oxumaq uğrunda evindən çıxsa, əcəli ilə ölsə şəhiddir. Yolda maşın vursa ölsə şəhiddir. Görün, elmin nə qədər əhəmiyyəti var. Bu niyyətlə oxutdur.